Salamlayıram sizi. Bugün bizdə PowerPoint proqramının axırıncı, sonuncu dərsidir. Və bu məşğələdə biz konvertasiya ilə məşğul olacağıq. Yəni PowerPoint prezentasiyalarını, yaxud prezentasiyanın içində olan istənilən slaydı başqa formatlara konvertasiya eləmək olar. Bugün biz 3 tipdən söhbət aparacağıq. Yəni prezentasiyanı PDF, JPEG və video formatlarına çevirəcəyik, yəni konvertasiya edəcəyik. Bizdə burada hal-hazırda 24 slayd var. Gəl mən biraz azaldım slaydların sayını. Konvertasiya biraz az getsin. 14-dən 24-ə qədər seçirəm və bu slaydları yox eləyirəm. Bizdə 13 dənə slayd qalır və bunu yaddaşa göndərir. Gəl baxaq görək. Əvvəlcə PDF formatına necə konvertasiya eləmək olar bu prezentasiyanı. İki üsul var. Baxırıq birinci üsula. Fayl tabına keçirik. Export. Və birinci əmri seçirik. Sozday dokument PDF. Yəni PDF dokumentini yarat. Və burada bu düyməni basırıq. Burada ad vermək olar. Bunu sonra eləyərik. Keçirik parametrlərə. Və burada bir neçə parametrlərə istifadə eləyərək PDF fayllarını yaradacağıq. Birinci variant seçirik. Yəni bütün slaydları, bizdə burada 13 dənə slayddır. PDF formatına çeviririk. OK. Burada yığaq. Deyək ki 13 slayd. 13 slayd var, düzdürmü? Yəni bütün slaydları ora seçirik. Və opublikovать. Yəni konvertasiya ilə basırıq və gözləyirik ki konvertasiya yerinə yetirilsin. Və fikir veririz. PPAS qovluğunda 13 slayd PDF faylı peyda olur. Yenə də həmin əməliyyatı yerinə yetiririk. Amma bu dəfə buradan seçirik tekuş slayd. Tekuş slayd nə deməkdir? Yəni kursor hansı slaydda durursa həmin slaydı sistem PDF formatına konvertasiya edir. Deyək ki, gəlin seçək buradan. Bax, bu slayd, 7-ci slaydı. BMW 1-ci seriyama avtomobilini seçdik. Burada görürsünüz, qırmızı 4 bucaq əmələ gəlir. File, export yaradırıq. Keçirik bura. Tekuş slayd. OK. Gəl burada yığaq 7, yəni 7-ci slayd. 7. Başqa bir variant. File, export. Burada seçirik hansı slaydlar istəyirik. Əgər dalbadal bizə lazımdırsa, tutalım ki, bax 4-cü slayddan 6-cı slayda qədər. Burada yığırıq 4, burada yığırıq 6. Yəni 4-dən 6-ya qədər, yəni 4, 5 və 6-cı slaydları sistem konvertasiya edəcək PDF formatına. OK. Burada yığaq 4, 6. 4, 6. İndi tutalım ki, bizə lazımdır ki slaydlar dalbadal olmasın. Yəni tutalım ki, bizə lazımdır 2-ci, 5-ci və 8-ci slaydlar. Bir əvvəlcə onları seçirik. 2-ni seçdik. Ctrl düyməsini basırsınız. 5-i seçirsiniz. Və 8-i seçirsiniz. 2, 5, 8 seçildi. Keçirsiniz export bölməsinə. Buradan gəldik 2, 5, 8. Adda
Başqa da ola bilər. Sadəcə olaraq başa düşmək üçün eyni adları verirəm. Yəni nə əməliyyat eləyirik, onları göstərirəm. Və burada eləyirsiniz выделение. Yəni hansı slaydları seçmişik, o slaydlar konvertasiya eləyəcək PDF formatına. Okey. Opublikovать. Və axırıncı variant. Tutalım ki, biz istəyirik ki, bir səhifədə görürsünüz, burada avtomat 6 slayd yerləşir. 3 slayd yerləşsin. Keçirik bura. Выдача. Yəni veriliş qaydaları. Səhifəyə necə veriləcək. Burada yığırıq 6 yox, tutalım 3. Görürsünüz, belə dəyişdi. Burada veririk. Okey. Və burada yazaq. Səhifədə 3 slayd. Yazaq səhifə 3 slayd. Belə olsun. Və yəni də veririk opublikovать. Publikasiyamız getdi. İndi gəliz baxaq görək. Papkaya 5 dənə PDF faylları qovluğumuzda, papkada yəni yaranıb. İndi bunları açaq baxaq. Açmaq üçün cürbəcür proqramlardan istifadə etmək olar. Mən hal-hazırda Adobe Acrobat Reader proqramından istifadə edirəm. Amma məsəl üçün Fine Reader proqramı da var. Və təxminən bir 15 proqram var ki, onların köməyi ilə PDF formatlarını açmaq olar. Yaxud da browserin köməyi ilə də açmaq olar. Burada sağ düyməni basırsınız, görürsünüz. Открыть с помощью. Yəni browserlar, məndə 2 browser var. Google Chrome, Firefox. Buradan da açmaq olar. Yaxud Adobe Acrobat Reader-dən açmaq olar. Mən də Adobe Acrobatdan istifadə edəcəyəm. Əgər bir-bir istəyirsə, bir-bir seçə bilərsiniz. Əgər hamısını istəyirsə, birincisini seçdiniz, Shift düyməsini basırsınız, axırıncını seçirsiniz və sonra Enter düyməsini klaviaturdan basırsınız. 5 faylın 5-i də açılacaq. Məndə 4 dənə açıldı nədənsə. Gəlir baxaq. 1, 2, 3, 4, 5. Məndə isə 4 açıldı. 2, 5, 8 var, 7 var, 13 var, 4, 6 PDF var. Axırıncı açılmalı. Son 3 slayd çox maraqlıdır. Yaxşı, qoy belə olsun. İndi baxaq. 13 slayd. Fikir verirsiniz. 13 dənə slaydımız açıldı. Buradan da gedə bilərsiniz, bir-bir yoxlaya bilərsiniz, görürsünüz. Əgər test keçmək istəyirsə, tutalım ki, 11-ci slayda buradan 11 yığa bilərsiniz, Enter düyməsini basırsınız. Bu bizdə 13 slayd. Bu 4 altını seçdik. Yəni 4-cü slayd, 5-ci slayd, 6-cı slayd. Buradan da yoxlaya bilərsiniz. 4-cü slayd, 5-ci slayd, 6-cı slayd. Bağlayaq. 7-ci slayd. Yalnız bir slayd var. 2, 5, 8. Bu 3 slayddır. 2, 5, 8 görürsünüz. Belirləmək olar. Və son səhifə 3 slayd PDF. 3-cü slaydı yalnız səhifədə 3 dənə slayd olan variantdır. Görürsünüz, səhifədə 3 dənədir, 3 dənədir, 3 dənədir, 3 dənədir və 5-ci səhifədə bizdə 13 slayd olduğuna görə cəmi bir dənə slayddır. Bağlayaq. Əgər browserdan açmaq istəyirsinizsə, eyni əməliyyatı browserdan da eləmək olar. Tutalım ki, bu səhifəni seçdiniz, sağ düyməni bastınız, Открыть с помощью Google Chrome'u seçək. Google Chrome. Google Chrome'da görürsünüz, açdı həmin səhifəni.
Gəl mən bunları yox eləyim. İndi JPEG formatını necə keçirmək olar? File, Export, İzmini tip fayla, yəni faylın tipini dəyiş. Və burada JPEG seçirik. Risunuk formatı JPEG, yəni format JPEG formatında olan şəkil seçdik. Saxranit karakteri necə yaddaşda saxlayayım? Basırıq. Həmin qovluğu seçirik. PPAs. Deyək ki, eləyək. Belə yazaq. GP yazaq. Belə yazaq. Risunuk formatı JPEG. Artıq formatı özü seçir sistem. Saxranit yaddaşda saxlayırıq. Sizdən soruşur ki, konvertasiyanı necə eləmək istəyirsiniz? Bütün slaydları yaxud yalnız bu slaydı. Yəni hansı slaydda kursor durubsa o slayd. Gəl seçək əvvəlcə bütün slaydları. Sistem sizə deyir ki, hər slaydı ayrıca qovluqda və qovluğun ünvanını göstər saxlamışam. Bastıq belə. İndi keçək deyək ki, bax bura həmin bu slaydı yaddaşda saxlayacaq, yəni konvertasiya edəcək. File, Export, eləyək. Belə eləyək. Yaddaşda saxlayırıq. Bu da əvvəlcə yalnız bu slaydı. İndi gəliz baxaq. Yalnız bu slayd JPG görürsünüz. Yaddaşda qalıb. Və qovluğu görürsünüz. Və qovluqda 13 dənə slayd hamısı yerləşib. Gəliz mən bunu yox eləyim. İndi keçirik videoya, yəni video formatda yaddaşda saxlayacağıq. File, Export, Sozdать video, yəni videonu yarat. Burada keyfiyyət seçirsiniz prezentasiyanın, yəni keyfiyyətli olan belə olur formatda. Bunun keyfiyyəti aşağıdır, bu internet üçündür. Burada əgər siz slaydları yaza-yaza nəsə danışırsınızsa, onda bunu istifadə eləmək olur. Yəni səssiz olub düşəcək. Əgər istəmirsinizsə, səssiz olub düşsün, yalnız video olsun, onda bunu istifadə edirsiniz. Saxladıq və burada hər slayda vaxt göstərilir. 5 saniyə. İstəyirsiniz artıra bilərsiniz, istəyirsiniz azalda bilərsiniz. Gəl elə 3 saniyə. Və Sozdать video. Basırsınız, yəni videonu yarat. Bu biraz uzun çəkəcək, təxminən bir yarım dəqiqə gedəcək. Əgər istəyirsinizsə bu dərsi baxanda biraz qabağa çəkə bilərsiniz videonu. Soruşur adını nə qoyuram. Qoyaq adını son və belə və yaddaşda saxlayırıq. Və bax görürsünüz burada video başlayır yaranmağa. Bu dolana qədər heç eləmək lazım deyil. Ona görə bu bir qədər vaxt aparacaq. Siz videonu qabağa çəkə bilərsiniz.
Beləliklə videomuz yazıldı. İndi baxaq həmin videoya. Bu videodur. Açırıq. Görürsünüz, video başlayır getməyə. Gəl videonu yox eləyim. Bu birinci üsul. Yəni birinci üsul eksportla biz prezentasiyanı yaxud prezentasiyanın müəyyən bir slaydlarını PDF, JPEG və video formatlarına konvertasiya edirdik. Bunun ikinci üsulu da var. Yenə də keçirir fayl tabına, amma buradan export yox, saxranit как bölməsinə keçirik. Qovluğu seçirik və birinci variant tutalım ki PDF-dir. Burada axtarırıq PDF format. Bu da PDF formatıdır. Seçdik. Yenə də həmin pəncərə çıxır. Yenə də həmin əməliyyatı yerinə yetirə bilərsiniz və axırda saxranit düyməsinə basırsınız. Birinci variantda eksportda burada publikasiyadır. Burada isə saxranit düyməsidir. Əgər JPEG formatda saxlamaq istəyirsinizsə, onda burada yenə də qovluq seçəndən sonra PDF yox, JPEG-i seçirsiniz. Və burada risunok formatı JPEG. Yəni JPEG formatında olan şəkildir. Seçdiniz, yaddaş saxlayırsınız. Əgər video formatı lazımdırsa, təbii ki, burada videonu seçirsiniz və video formatı, bunu seçə bilərsiniz. Windows Media Video yaxud bunu seçə bilərsiniz. Seçirsiniz, yenə saxranit, yəni yaddaşı saxla və fayl yaddaşı gedəcək. Və belə iki üsulla PowerPoint-da olan prezentasiyaları yaxud ayrı-ayrı slaydları cürbəcür formatlara konvertasiya eləmək olar. Biz yalnız 3 əsas formatlara baxdıq. Yəni JPEG, PDF və video, amma başqa formatlar da var. Yəni burada siz görə bilərsiniz. Eksportda əgər fikir verdinizsə yaxşı, fikir verməz bir də göstərim. Burada başqa formatlar da var. Görürsünüz. Şablon var, prezentasiya var, open document var. Başqa formatlar var. Burada da var. Əgər baxsınız, görürsünüz. Çoxlu burada formatlar var. Mən sizə əsas 3 formatı göstərdim. Bununla bugünkü dərsimiz və ümumiyyətlə PowerPoint proqram icmalı sona çatır. Bugünə bu qədər. Təşəkkürlər.